Bismillahirrahmanirrahim. Elhamdülillah, salatu vesselamu ala Resulillahi ve ba'd. Ve sonra bizimle yetiştiği 121. ayet. Ve buyurur ki Rabbimiz bu ayette اَلَّذ۪ينَ آتَيْنَاهُمُ الْكِتَابِ يَتْلُونَهُ حَقَّ تِلَاوَتِهِ اُولَٰئِكَ يُؤْمِنُونَ بِهِ وَمَنْ يَكْفُرُ بِهِ فَاُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ. Bu Rabbimiz buyurur ki o kesilere ki kitap verilmiştir. Onlar onu deyir hakkıyla okuyarlar ve ona iman getirerler. Ve ona küfür edenler ise onlar değil, xəsarət əhlidir. Ve buyurur ki İmam Bəğavi rahimehullah, Qal İbn Abbas radıyallahu anhuma, İbn Abbas buyurur, hansılar ki onlara kitap verilmiştir, nazil olup bu ayə gəmi sahibləri barəsində, gəmi əhli barəsində. Onlar hansılar ki Cəfər İbn Əbi Taliblə radıyallahu anhuna birlikdə gəlirlər. Yəni qayıdırlar Həbəşədən. Yəni onlar ən birinci Həbəşistana mühacirlər idi, hicrət edənlər. O vaxt ki Məkkədə müşriklər əziyyət verirdilər Peyğəmbər sallallahu əleyhi və səlləm onun sahabələrinə və onda Allah azza və cəllə izin verdi onlara hicrət etməyə Həbəşistana. Və həmçinin ən birinci hicrət edən Cəfər ibn Əbi Talib olub. O da Peyğəmbər sallallahu əleyhi və səlləmin nədir? Əmsi oğlu. Ali ibn Əbi Talibin qardaşı. Cəfər ibn Əbi Talib. Və كانوا 40 رجلا 32 من الحبشة و8 من رهبان الشام منهم Buhayra. Deyir, həmən o kəslər ki hicrətdən dönürlər Həbəşistandan, onlar 40 nəfər idi. Ədədləri 40 nəfər idi və onlardan deyir 32 nəfər hansılar ki hicrət edənlər idi və 8 nəfər isə onlardan xristiyanlar idi, hansılar ki onlar İslamı qəbulləmişdilər. Subhanallah. Və onlar da dönürlər, o vaxt keçdirlər ki artıq əmin-amanlıqdır və dönürlər geriyə Həbəşistandan. Yəni İmam Bəğavi buyurur ki bu ayə "Əllezîne ətəynâhumul kitâb", o kəslər ki onlara kitab verildi, deyir bunlar barəsində nazil olur. Bunu kim deyir? İbn Abbas, yəni İmam Bəğavi İbn Abbasdan rivayet edir. Allah onların hər ikisindən razı olsun, atasından da özündən də. Və buyurur ki Qalid Dahhak, Dahhak isə deyir ki hum mimmen əmənə minəl yəhud. Onlar deyir Yahudilərdən deyir iman gətirənlərdir. Yəni həmçinin onlar o kəslər ki onlar ki kitab verildi. Məqsəd Yahudilərdən iman gətirənlər qəsd olunur və burada adlarını sayır İmam Bəğavi onların. Deyir Abdullah ibn Səlam və Şu'bət ibn Amr və Təmam ibn Yehudə və Əsəd və Useyd ibn Kə'bin və ibn Yamin və Abdullah ibn Suriyyə. Yəni bunlar hamısı kimdir? Yahudilər olurlar, hansılar ki Mədinədə onlar İslamı qəbul etmişdilər. Yahudilərdən idilər, lakin İslamı qəbul etmişdilər. Həmçinin buyurur ki İmam Bəğavi deyir, yəni bu ayə Dahhakdan rivayəti gətirək deyir ki onlar barəsində nazil olub. Və sonra buyurur ki həmçinin Qatadə və İkrimə, bunlar tabeinlərdir, həmçinin İbn Abbasın tələbələridir. Deyirlər ki hum ashab-ı Muhammedin sallallahu aleyhi ve sellem. Deyir onlar Muhammed sallallahu aleyhi ve sellemin əshabı olublar. Yəni "Əllezîne ətəynâhumul kitâb yetlûnehu haqqa tilâveti." Sonra buyurur ki "Və qîle humul mu'minûne ammeh." Yəni həmçinin o kəsləri ki kitab verildi, yəni ümumən möminlər nəzərdə tutulur. Bu cürdə deyənlər olub.
Ve sonra buyurur ki yetlûne hakka tilaveti. Onlar deyir onu hakkıyla deyir okuyarlar. Yani Allah'tan gelen o kitabı onlar deyir hakkıyla okuyarlar. Ve buyurur ki İmam Begavi rahimahullah Kâlel kelbi, kelbi deyir ki yasifûnehu fi kutubihim hakka sifetih limen se'elehum minen nas. Yani onlar deyir kitabda Peygamber sallallahu aleyhi ve sellem vasıflarını hakkı ile insanlara çatdırarlar. O vakti insanlar onlardan soruştuğunda. Necə bilirsiniz ki biz keçən aylarda toxunmuşduq. Yani Yahudilerin fəsadlarından, onların xəyanətindən biri nə idi? Onlar Tevrat'ta Muhammed sallallahu aleyhi ve sellemin sifətlərini təhrif etmişler. Yani soruşanda hatta özlerinin elinin altında olanlar, Yahudiler, yani ümumi Yahudiler, hansılar ki elimsizler, onlardan soruşanda onlar gizlədirdiler. Lakin burada ise Rabbimiz bu ayədə əksin deyir ve tərif verir o kəslərə ki, onlara ki kitap verildi. Onlar onu deyir hakkıyla okuyurdular. Hakkıyla okuyurdular yani orada olanlar ne varsa hakkıyla insanlara çatdırırdılar. Yani heç nəyi gizlətmirlər. Onu göstərir ki, əziz qardaşlar, insanlardan elələri də vardır ki, onlar oxuyurlar Quranı, yani bu günləri oxuyurlar Quranı və bilirlər orada olan haqqı, lakin onu öz tabi olanlarından gizlətirlər. Və hətta bəziləri cürət eləyir, Yahudilər kimi təhrif eləyirlər Quranı. Necə ki, görərsiniz, məsələn, xavariclər kimi, eləcə də həmçinin rafizilər, şiyələr, eləcə də sufilər. Baxsız, onlarda da, yəni, məsələn, xavariclərdə bəzi ayələrdədir, demək olar. Bəzi ayələrdə təhriflər var, özlərinin istədiyi kimi yozurlar. Yəni, tabi olmurlar sələfin nə? Yozduğuna, haqq əhlinə nazil olub, oxunduğu kimi oxunmasına. Rafizilər isə vəbşi bərbad gündədir. Yəni, onlarda ümumən Quran, yəni, bütün başdan ayağa təfsirinə baxsan, yadıma gəlir, yəni, uşaq vaxtı biri düşmüşdü əlimə, İrandan gətirilmə bir nüsxə idi. Hansı bir ayəni açırdınsa, o ayə ya Həsən barəsində nazil olub, ya Hüseyin, ya Fatimə, ya da Əli. Yəni, bu belə. Subhanallah. Fikir verin, necə təhrif eləyirlər Quranı. Yəni, onlar başa bərbad gündədir. Eləcə də həmçinin sufi təriqətlərində, həmçinin onlarda da özlərinə məxsus olan, lazım olan yerlərdə ayələri neynirlər? Təhrif edirlər. Aydındır. Bunlar hamısı Yahudilərin xəyanəti kimi bir xəyanətdir. Necə Yahudilər xəyanət etdilər Tevrata və bu günlərdə bidət əhli də onlar xəyanət edirlər Qurana. Və ona görə də əziz qardaşlar, sənə yəni qərib gəlməsin ki, o vaxt ki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm vəsf eləyir bidət əhlinə cəhənnəm əhli kimi. Onları müjdələyib cəhənnəmlə. Yəni bu sənə qərib gəlməsin. Sən buradan başa düşə bilərsən ki, doğrudan da bidət əhli subhanallah, yəni nahaq yerə Allah Resulü sallallahu əleyhi və səlləm boş yer onları müjdələməyib cəhənnəmlə. Həqiqətən onlar yəni hardasa layiqdilər cəhənnəmə və o da layiqdilər. Çünki xəyanət etdiklərinə görə Allahın dininə. Və sonra buyurur ki İmam Bəğvi rahimehullah Qâlel kelbiyyü yasifûnehu fi kutubihim haqqa sifetih limen se'elehu minen nas والهاء راجعة إلى محمد صلى الله عليه وسلم قال الآخرون هي عائدة إلى الكتاب واختلفوا في معناه فقال ابن مسعود رضي الله عنه يقرؤونه كما أنزل ولا يحرفونه. Buyurur ki deməli burada yetlûnehu hakka tilaveti, yetlûnehu hə hərfi qayıdır deyir Muhammed sallallahu aleyhi ve sellem. Yani necə dedik, yəni onun sifətlərini. Və qâlel âxarun, başqaları isə deyirlər ki, hiyə âidətun iləl kitab. Deyir, o deyir, qayıdır həmçinindir kitaba. Yəni kitabın özünə. Yetlûnehu, yəni yetlûnel Qur'an.
Yani onu deyir oxuyarlar necə nazil olub heç bir təhrif etmədən. Fikir verdiniz? Nə etmədən? Təhrif etmədən. Və bu günləri bidət əhli necə deyirik? Onlar nə edirlər? Təhrif edirlər. Xavariclər götürürlər məsələn hansısa ayəni, yönəldirlər yalnız bir tərəfə, öz istəklərinə. Aydındır? Təkfir etmək üçün ümməti və s. yönəldirlər, götürürlər ayələri və istifadə edirlər o ayələrdən. Eləcə də rafizlər, eləcə də sufilər və s. Və Allah Azze və Cəllə necə əsma və sifətini təhrif eləyənlər, cəhmilər kimi, o mu'təzilə, vəl-murciyə, vəl-əşairə, yəni görərsən ki, onlarda bunlar hamısı nədir? Mövcuddur. Quran-ı Kərimdə olan ayələr təhrif eləyiblər. Və sonra buyurur ki, İmam Bağvi rahimehullah, və yuhilluna halalə, yəni o kəslər ki, Quranı oxuyarlar, necə nazil olub və onu təhrif etməzlər. Onlar kimlərdir? Möminlər. Halalını halal görər, haramını haram görərlər. Və qalə Həsən el-Basri, Həsən el-Basri buyurur ki, ya'maluna bi muhkemihi və yu'minuna bi mutəşabihi və yekiluna ilmə ma əşkəl aleyhim ilə alimi. Subhanallah. Nə gözəl kəlamdır. Nə gözəl kəlamdır. Allahu akbar. Həsən el-Basri deyir ki, onlar deyir, Allahın deyir, əhkam ayələrinə əməl edərlər. Yəni əhkamlar nədir Quranda? Rəbbimiz deyir, namaz qıl, oruç tut, zəkat ver, həcc elə, ümrə elə. Bunlar əhkamlardır qardaşlar. Evlənməyi başa salır, talağı başa salır bizə. Bunlar əhkamlardır. Bunlara əməl edərlər, möminlər. Mütəşabih olan ayələr ki var ki Quranda, oxşar olan ayələrdir. Fikir verin, görün nədir? Həsən el-Basri deyir ki, və yəkilunə ilmə mə əşkələ aleyhim ilə alimi. Onlar, yəni möminlər deyir, özlərinə müşkül olan bir məsəl olarsa, yəni o ayələr ki, mütəşabihdir, başa düşülməsi çətindir, onu deyir, öz aliminə deyir, yönəldərlər. La ilahə illallah. Bu haqq əhlinin sifətidir, qardaşlar. Sələfi olan bu günləri, yəni bugün sələfi olan kəs, o kəsdir ki, Quranda və sünnədə ona müşkül olan məsələləri böyük alimlərə yönəldir. Tələbələrə yox. Aydındır? Tələbələrdən bəli istifadə edə bilər. Yəni necə? Ki, məni çatdır sələfin fəhminə. Yəni məni başa sal. Ki, sələf, yəni sahabələr bu ayəni necə başa düşüblər? Bu hədisi necə şərh ediblər? Bu ayə necə əməl ediblər? Və bu hədisə necə əməl ediblər? Əziz qardaşlar, bu sələf-i salihin yoludur. Bu Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin müjdələdiyi o tayfanın yoludur. Hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində nə deyir? O yol ki onun üzərində mənəm və mənim sahabələrimdir. Ona görə sələfi olan kəs bu günləri o kəsdir ki, elmi olmadığı halda heç vaxt məsələlərə girib nə etməz? Mübahisə etməz. Elmsiz halda və bilmədiyi şeyi danışmaz. Hər ağızdan eşidən şeyi adam danışması biraz qəribədir. Ola bilsin hərdən elə şey işlərsən ki, o düzgün olmaz. Ona görə dəqiqləşdir. Danışmamışdan qabaq. Tələsmə. Ehtiyatlı ol. Ola bilər, yəni kimsə danışar. Bəlkə də o kimsə eşidib kimdənsə. Aydındır. Nə çox bu günləri bugün müsəlmanların halı. Yəni kimsə kimdənsə eşidib. Və o kimsə də hardansa oxuyub, ola bilsin o hədis uydurma bir hədisdir Peyğəmbər sallallahu əleyhi və səlləm adından. Subhanallah, vay o gündən ki, sən o hədisi görürsən, lakin bilmədiyi görə hədis elmini, onun qaydalarını və elə bilirsən ki, nədir? Səhihdir, düzgündür. Peyğəmbər sallallahu bunu deyib, lakin Allah Rəsulü onu deməyib. Və düşürsən nəyə? Cəhənnəmin oduna atırsan özünü. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Səhih Müslimdə əvvəlində deyir ki, kim mənim adımdan deyir, yalan danışarsa cəhənnəmdə də yerini bilsin. Ona görə ehtiyatlı olmaq lazımdır. Hər eşitdiyin hədisi, onun səhihliyini bilməyənə qədər onu danışma. Ehtiyatlı ol, dilini qoru. Bu onu göstərir ki, bu din, əziz qardaşlar, bu din bunu ilə izzətlənib. Yəni bu yolla izzətlənib. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm toxunur. O yol ki onun üzərindən mənəm və mənim sahabələrimdir. Sahabələr nə yolun üzərindeydiler? Elmin üzərindeydiler. Yəni onlar İslamı demədilər ki, yox işim gücüm var, vaxtım yoxdur elm almağa.
Yox, vallahi onlar yaşlı olsalar oturub elm alırdılar, öyrənirdilər Quran və sünnəni. Onlar bilirdilər ki, bütün nicat, xeyir, bərəkət və dünyanın yəni bütün xeyri və həmçinin düşmanların üzərində qələbə və nüsrət qazanmaq və qəbr əzabından və qiyamətdə cəhənnəmin odundan qurtulmaq yalnız bu elmdədir. Ona görə fikir verin Həsən-i Basri'nin kəlməsinə. Möminlərin sifətindəndir. Quran-ı Kərimi haqqı ilə oxumaq, başa düşdükləri əhkam məsələlərini öyrənmək, mütəşabih olan ayələr ki var ki, hansı ki o ayələri istifadə edirlər bidət əhli. Çünki zahiri, mütəşabih nəyə görə deyil bəzi qardaşlar onlara, o ayələrə? O ayələr zahirində nədir? Yəni hansısa bir mənaya bənzəyir. Məsələn, necə görərsiniz ki, xavaricdə götürürlər ayəni, deyirlər fəmən ləm yəhkum bimə ənzəlallah fəulaikə humul kafirun. Kim Allahın bir nazil etdiyinə hökm verməsə onlar kafirlərdir. Yəni sən ayənin zahirini götürsün. Bəli, əlbəttə şək yoxdur. Yəni Allahın nazil etdiyinə hökm verməyən kafirdir. Yəni şək yoxdur. Bunun zahirdə ayə bunu deyir. Lakin ayənin təfsiri var. İbn Abbas təfsir verəndə deyir ki, burada deyir küfür, heç də sizin deyir arxasıca getdiyiniz, yəni beynimizə gələn fikirləşdiyimiz o böyük küfür deyil. Deyir kufrun duna kufur. Küfür deyir burada kiçik küfürdür. Subhanallah. Kimdir İbn Abbas? Ən birinci Quranı təfsir edən, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmdən sonra. Ən birinci Quranı təfsir edən sahabələrin içərisində Peyğəmbər sallallahu əleyhi və səlləm onun üçün dua eləyir. Yəni onun kimi bir insan deyir ki, burada küfür mənası, yəni kiçik küfürdür. Yəni sən fikirləşirən ki, ayə nə oldu? Zahirində insanlar oxusalar deyirlər ki, hepsi qurtardı, getdi. O Allahın hökmünə hökm vermir, kafirdir. Çıxdı İslamdan, oldu əbədiyyən cəhənnəmlik. Hökm verdilər, vurdular boynun, aldılar əlindən malın, dövlətin, nə bilim, ailəsini götürdülər, əsir və s. Aydındır. Lakin girəndə baxanda elmdən sən içəri görürsən ki, yox qardaş. Yəni onun küfür dərəcəsinə çatmaq üçün orada şərtlər var. Aydındır. Mütləq təfsirə gərək varmalısan. Ayənin zahirinə görə götürsən, düşürsən zəlalətə. Hökm versən, müsəlmanların boynu vurmuş olursan. Onların malını, canını, qanını özünə halal etmiş olursan. Yəni görün nə qədər insan ehtiyatlı olmalıdır. Yəni bu din çətin deyil vallah. Asandır. Lakin öyrənmək istəyən üçün. Kim həqiqətən can atır öyrənməyə, Allah Azze ve Celle onun üçün asanlaşdırır. Yüngülləşdirir. Ona görə necə də gözəl deyir. Həsən-i Basri, möminlər o kəslərdir ki, möhkəm ayələrə, əhkam ayələrini öyrənirlər, əməl edirlər. Namazdır, oruçdur, necə toxunduq, hə? Öyrənirlər, necə namaz qılınmalıdır, necə oruç tutulmalıdır və s. Mütəşabih ayələrə gəldikdə isə onu deyir, neynirlər? Görürlər ki, yox, məsələ müşküldür biraz, ixtilafdır. Yönəldirlər ara böyük alimlərə. Deyir, onu alimlə yönəldirlər. Alimə, böyük alimlərə. Ona görə ixtilaflı məsələlərdə mütləq müsəlmanlar qayıtmalılar böyük alimlərə. Onlar nə deyir, odur. Sök tardı getdi. Bununla məsələ bitir və sən rahat olursan. Aydındır. Şək yoxdur, yəni nədir? Alimin dəlilinə baxırsan. Yəni dəlilinə baxırsan və dəlilə nədir? Tapırsan. Çünki alim sənə nə edir? Yol göstərir dəlilə. Yol göstərir Allahın kitabına və Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə. Və sonra buyurur ki, İmam Bağvi rahimehullah deyir ki, və qale Mücahid yettebi'unehu haqqa ittiba'i. Yəni Mücahid isə buyurur ki, onlar deyir, haqqı ilə deyir, tabi olarlar. Yəni Allahın kitabına haqqı ilə deyir, tabi olarlar. Və ayənin sonunda isə Rəbbimiz buyurur, ulaikə yu'minuna bih. Onlar deyir, iman gətirənlərdir o kitaba. Və mən yekfur bihi. Ona deyir, küfür edən isə fəulaikə humul xasirun. Yəni onlar deyir, xəsarət əhlidir. Yəni cəhənnəm əhlidirlər. Yəni kitaba iman gətirməyən insan, onlar nədir? Onlar cəhənnəm əhli deyir. Bunu Allah Azze ve Celle xəbər verir bizə bu ayədə. Və sonraki ayədə isə
Buyurur ki Rabbimiz: Ya beni İsrail ezkuru ni'metiyelleti en'amtu aleykum ve enni faddaltukum alel alemin. Ve İmam Bağvi Rahimullah bu ayenin tefsirini vermeyip, çünkü bu ayenin tefsiri artık bizde qabaqda keçmişdi. Yani hemen boyunca ey İsrail oğulları, hatırlayın deyir mənim sizə olan nemətimi, hansı ki deyir sizə nemətlər verdim və sizi alemlerin içerisinde fəzilətli ettim. Yani bu ayenin mislində, yani bu ayeye oxşar bir aye qabaqda keçmişdi bizdə. Yani orada var tefsir, ona göre burada tefsirini vermir artık. Çünkü bu barədə danışılıb. Və sonraki ayədə isə buyurur ki: "Vettaqu yevmen la teczi nefsun an nefsin şey'a." Qorxun deyir o gündən ki, bir nəfs başka bir nefsi için hiçbir şey etmeye kadir olmayacak. Yani icazeli olmayacak. Yani bir nefs başka bir nefsi o gün korkun o günden ki o gün bir nefs başka bir nefsi müdafiye etmeye kadir olmayacak. Ve la yuqbalu minha adl. Ondan bir ne adalet kabul olunmaz, ve la tenfa'uha şefa'a. Fikir verin. Ne de onun şefaati fayda vermez. Yani şefaat etmek istese şefaate de fayda vermez. Ve la hum yunsarun. Ve onlara bir kömek etmek tapılmaz. Ve bu ayelerde, bu ayende oxşarı qabaqda keçib. Yani o barədə də danışmışıq. Ve sonraki ayədə isə buyurur ki Rabbimiz: "Ve iz ibtala İbrahim rabbuhu bi kelimatin fe'temmehun." O vaxtkidir İbrahim öz Rəbbindən bazı kelimeleri öğrendi. Ya daha doğrusu ve iz ibtala İbrahimu ve iz ibtala İbrahim rabbuhu bi kelimatin. O vaxtkidir Rabbi deyir onu deyir, İbrahim'i deyir neynədi? İptila etti. Yani imtihan etti. Ve huve İbrahim ibn Tarih, huve Azer ibn Nahur. Yani İbrahim'in burada İmam Bağavi Rahimahullah neynir? Soyadını getirir. Deyir onun adı İbrahim ibn Tarih. Tarih atasının adıdır. İbrahim ibn Tarih, huve Azer. Deyir ona həmçinin Azer de deyilib. Yani Azer nədir? Bizdə də var Azer adları. İbrahim'in atası olub. Lakin o kafir olub. Azer ibn Nahur. Azer ibn Nahur. Yani Nahurun oğlu Azer olub. Həmçinin o Azer kimi də tanınıb. Quran-ı Kerimdə də, eləcə də sünnədə adı Azer kimi gəlib. Ama burada yani İmam Bağvi Rahimahullah onun atasının adını, əsl adını zikr edir ki adı Tarih olub. Tarih. Yani tarihte bizə deyilə tarih. Ma'nel ibtila el-ihtibar el-imtihan vel-emr. Deyir bu ayədə olan ibtila o vaxt ki bizdir İbrahim'i deyir bazı kelimelerle imtihan ettik. Fe'etemmehun. O onları deyir neynədi? Yerine getirdi. Yani burada mana ibtila aziz kardeşler, ihtibar ve imtihan ve emr. Yani Allah Azze ve Celle diyor ki biz onu ihtibar ettik, imtihan ettik ve ona emirler ettik. Ve ibtilaullahil ibad leyse liya'leme ahvalahum bil ibtilai li'ennehu alimun bihim. Allahu Ekber. Yani fikir verin, sözün güzelliğine bakın. Deyir ki İmam Bağvi Rahimahullah, heç de deyir Allah'ın deyir öz kullarını imtihan etmesi, yani o demek değil ki Allah onları tanımak istiyor. Yok, hayır. Mana o değil. Allah Azze ve Celle kullarını imtihan edir ki onlar deyir özləri bəzilərini tanısınlar. Lakin deyir Allah'ın deyir imtihan etmesi, onlar için yani öz kullarını imtihan etmesi onların hallarını o bəla ilə heç də tanıması değil ki, çünkü Allah onların halını nedir? Bilir. Yani Allah kullarını tanıyır. Bilir ki kim neye qadirdir, kim neyi daşıyacak, kim neyin üzerinde olacak, kim neyi seçecek. Hamısını Allah halın bilir. Hamısı bilir ki kim hara gedecek, sonunda hara düşecek ve qəbrində ne azablar çekecek ve Rabbinin qabağında ne cevaplar verecek. Hamısını bilir. Lakin Rabbimizin imtihan etmesi nedir?
Ne içindir? Buyurur ki وَلَكِنْ لِيَعْلَمَ الْعِبَادُ أَحْوَالَهُمْ hatta ya'rife ba'duhum ba'da. Allahu Ekber. Lakin deyir, Allah Azze ve Celle kulları imtihan edir ki, koy kullar deyir, öz hallarını tanısınlar. Yani öz hallarını görsünler. Bəziləri deyir, hətta tanıyana kadar ki kim kimdi? Həqiqətən. Yani dünya meseleleri az kardeşler, yani bu dünya həmişə ölçülür dinin tərəzisində. Heç vaxt yani boş mənasız şeylerin üzerinde ölçülmür. Vay o gündən ki şeytan əksər insanları neynir? Azdırır boş mənasız şeylerle. Elə bilir ki nədir? O boş mənasız şeylerde güya ölçü var ve çeki var. Yok vallahi. Dünya bütün onun içinde olan bu iptila, fikir verin Allah ne deyir? Deyir Rabbi İbrahim'i bazı kelimelerle deyir ihtibar etti. Yani imtihan etti. Dinin Allah insanları boş şeylerle imtihan etmir ki. Dinin çerçevesinde, dinin terazisinde neynir? Yani onları imtihan edir. Ve her bir kesin üzerinde öz hakkı var. Kimlerinse hakkı daha üstündür. Gerek obri yani her bir kes öz nedir? Hakkını ve öz yerini bilmelidir. Ve herkes de her bir kesin öz hakkını yerinde vermelidir. Necə ki özünüz gördünüz ki ayenin evvelinde biz birinci aydan okuduk. Yani müminler o keslerdir ki kitabı hakkıyla okuyarlar. O keslere ki kitap verildi onlar diyor onu hakkıyla okuyarlar. Yani onun hakkını verirler. Ve eləcə de her bir şeyin öz yerinde hakkını verirler. Ve buyurur ki İmam Bağavi Rahimallah İhtelefu fil kelimat. Deyir burada ihtilaf ediblər alimler o kelimeler barəsindəki elleti ibtelallahu biha İbrahim. Hansı ki İbrahim Aleyhisselam'ı Allah Azze ve Celle o kelimelerle imtihan etmişti. فَاَتَمَّهُنَّ قَالَ قَتَادَ اَدَّاهُنَّ. Yani hansı ki onları değil İbrahim Aleyhisselam yerine getirdi. قَالَ الضَّحَاكِ قَامَ bihin. Yani Dahhak buyurur ki yani o kelimelerle İbrahim Aleyhisselam durdu. وَقَالَ Yaman amile bihin. Yaman rahimallah buyurur ki yani onlara emel etti. Allahu Teala ve sonra Rabbimiz buyurur. Kâle inni câ'iluke linnâsi imâme. Subhanallah. Yani Rabbi onu yani fikirləşkinən ki ünləri her bir kesi Allah imtihan edir. Çetinliklerle gücü satan kadar. Lakin kimler ki onu şeriatin mizanında Rabbinin razı kalacağı şekilde onu kabul edip ve Rabbinin razılığını kazanmak için ve o çetinliklere sabredip aydındır kömek isteyerek Allah'tan yardım isteyerek nece İbrahim Aleyhisselam eləyirdi bunu ve tevhidin üzerinde ve ilmin üzerinde devam ederek giderse subhanallah Allah subhanallah ona güzel bir nüsret verir. Diyecek ki Allah Azze ve Celle görün İbrahim Aleyhisselam'a ne dedi? Seçti onu öz kulların içerisinden dedi ki Kâle inni câ'iluke linnâsi imâme. Allahu Ekber. Dedi ki ben seni insanlar içerisinde değil imam edeceğim. Yani subhanallah fikir verin. Allah onu imtihan ettiği şeylerle o neyledi? O şeyleri yerine getirdi. Necə bilirsiniz ki İbrahim Aleyhisselam'ın imtihanları ağır idi. Onlardan da en ağırı o vaxt ki Allah Azze ve Celle ona emretti. Neynesin? İsmail Aleyhisselam'ı kurban kessin. Öz oğlunu ve sevdiği öz oğlunu ve onu hatta getirir kurban kesmeye. Subhanallah. Yani İbrahim Aleyhisselam yani dehşetli imtihanlarla oldu. Həmçinin ailesini getirir koyur Mekke'de kumluq bir səhrada. Ne yemek var ne içmek. Ne ağac var ne bir şey. Kumdu səhra ve taşlardı. Ve koyur orada ve üz götürüp gedir. Ve Hacer çörülür deyir ki ya İbrahim deyir. Yani bu da onun kadınıdır fikir verin. İmana bakın. Deyir ki
Ya İbrahim, deyir, səni bizi bura qoyub getməyə əmr edən Allah'dırmı? Deyir ki, bəli. Deyir, yaxşı, onda get, deyir, sənə yaxşı yol. Çıxır, gedir. Subhanallah. Və sonra buyurur ki, Rəbbimiz deyir ki, mən səni deyir, insanlar içərisində imam edəcəm. Allahu Ekber. Yuqtədə bikə fil xeyr. Yəni, İmam Bağa buyurur ki, xeyrin üzərində hansı ki, sənə tabi olacaqlar insanlar. Qalə İbrahim. İbrahim aleyhissalam da dedi, və min zürriyyəti. Dedi, ey Rəbbim, ey min əvlədi eydan. Fəc'al əimmətən yuqtədə bihim. Dedi ki, ya Rabbi, İbrahim aleyhissalam deyir, mənim evlatlarımdan da, yəni zürriyyətimdən də, evlatlarımdan da imamlar elə. Mənim evlatlarımdan da imamlar elə ki, onlara da tabi olsunlar insanlar. Yəni, xeyir sahibi olsunlar. Ona görə hər bir valideyn öz evladı üçün yalnız xeyri istəyir. Və xeyir bu dünyada onun nədir? Xeyir bu dünyada nədir? Onun yəni milyarder olması, yəni böyük villası, nə bilim maşını, ticarəti olması, ya Allah. Əksər insanlar bunu düşünür. Elə bilir ki, nədir? Evladın xoşbəxt olması bundadır. Ya Allah, bunda deyil. Evladın xoşbəxt olması ondadır ki, sən evladını görərsən ki, Quran əzbərləyir. Hədis oxuyur, əzbərləyir. Aydındır. Namazlarını vaxtında qılır. Oruç tutur. Valideyninə hörmət eləyir. Ehtiram edir. Və gözəl əxlaqa sahibdir. Bax, bu həqiqi nədir? Evladdır. Hansı ki, o evlad ki, valideyni ondan neyinir? Fərəhlənir. Mömin olan valideyn. Lakin dünya əhli isə onlar deyir ki, yox, mənim oğlum gözəl yerlərdə oxumalıdır. Nə bilim, qızım və s. Baxmır, ağına, bozuna, hara gəldi. Tullayır evladını. Fitnə, fəsadın içərisinə, qarışır yerlərə. Aydındır. Baxmır, neynir, nə oxuyur, nəyə qulaq asır, nə işlə məşğuldur, nəyə baxır, kimdən oturur, durur, kimlərlə dostluq eləyir. Yəni, baxmır belə şeylərə. Əksər insanlar bir günlər belədir. Amma möminlər isə görün, İbrahim aleyhissalam hətta öz evlatları üçün nə istəyir? Deyir ki, mənim evlatlarımı da o xeyir sahiblərinə elə ki, onların da arxası ki, insanlar geçsin, yəni onlardan xeyir öyrənsinlər. Subhanallah. Və buyurur ki, Rəbbimiz İbrahimin bu duasına deyir ki, Qalallahu Teala, Uca Allah dedi, La yenalu ahdi əz-zalimin. Dedi Allah Azze ve Celle ki, mənim deyir əhdimə, yəni mənim verdiyim o yəni əhdə zalim olanlar deyir sahib ola bilməz. Yəni mənası nədir burada? İbrahimə bu cür rədd edir Rəbbi. Yəni mənası odur ki, İmam Bağa buyurur ki, ey mən kənə minhum zalimən lə yusibu. Yəni sənin evlatlarından kimsə zalim olsa, o deyir o xeyrə deyir çatmayacaq. Subhanallah. Nədir? Kimdir o zalim olan? Zalim olan, yəni zülm kəlməsi Quran-ı Kərimdə qardaşlar, zikr olunub nə? Şirk, küfür və bidət və böyük günahlar. Yəni o evlatlar ki, əgər onlar böyük günahların, şirkin, küfrün və bidətin üzərindədirsə, yəni onlar heç vaxt xeyrə çatmayacaqlar. Və buyurur ki, Qalə Ata İbn Əbi Rabah, Əhdi rəhməti, deyir, mənim əhdim, yəni mənim rəhmətim. Yəni mənim rəhmətimə zalim olanlar deyir, çatmazlar. Yəni burada nədir məqsəd? Rəhmətinə, yəni çatmamaq, Allahın rəhmətinə sahib olmamaq, nail olmamaq. Və qalə suddi nübuvvəti, yəni peyğəmbərliyimə, yəni verdiyim peyğəmbərliyə. Həmçinin zalimlər o peyğəmbərliyə çata bilməzlər. Yəni peyğəmbər ola bilməz zalimlardan. Və qilə əl-imamə, həmçinin imam da ola bilməz. Zalim olan kəslər imam da ola bilməzlər. Qalə Mücahid, leysə li zalimin ən yuta'i fi zulmih. Mücahid buyurur ki, rahiməhullah, deyir, zalim olan kəsə zülm etməsindədir, itaət olunmaz. Mənəl ayə, deyir, ayənin mənası isə budur ki, İmam Bağa buyurur, Lə yənəlu mə əhidtu ileyk minən nübuvvəti vəl-imamə mən kənə zalimən min vələdik. Yəni, sənin evlatlarından zalim olan bir kəs nə peyğəmbərliyə, nə də imamətə çata bilməz.
وقيل أراد بالعهد الأمان من النار وبالظالم المشrik. Ve deyir, həmçinin deyilib ki, əhd sözündən, yəni əmin aman olmaq cəhənnəmə düşməkdən. Yəni mənim əhdim, yəni cəhənnəmə düşməkdən əmin olmaq. Və zalim da odur ki, yəni müşrik olan kəs. Yəni müşrik olanlar heç vaxt yəni bu dərəcəyə çata bilməzlər. Və sonra Rəbbimiz buyurur ki, Qaləllahu Teala وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِلنَّاسِ وَأَمْنًا وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلَّى وَعَهِدْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَنْ طَهِرَ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ. Və Uca Allah buyurur ki, o vaxt ki, وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِلنَّاسِ. Uca Allah buyurur ki, o vaxt ki biz evi, yəni Kəbəni məsabətən linnas, yəni insanlar üçün dönüş yeri etdik. Marci'an lehum. Qale Mücahid, yəni beyt, yəni Kəbə nədir? İnsanların dönüş yeridir. Yəni ora dönürlər həmişə insanlar. Yəni həcc eləyirsən, ümrə eləyirsən, aydındır. Qale Mücahid və Sa'id ibn Cübeyrin yəthubuna ileyhi min kulli canibin və yehuccun. Onlar deyir, hər bir tərəfdən deyir, ora dönürlər. Yəni dünyanın hər yerindən. Ora dönəcəklər. Yəni həmişə qayıdıb gəlmək istəyir. İnsan yəni bir dəfə getdi, bir də getmək istəyir. Bir də getmək istəyir. Aydındır? Və oranı həcc edəcəklər. Qal İbn Abbas radiyallahu anhuma. İbn Abbas isə buyurur ki, radiyallahu anhuma, deyir, məəzən və məlcəən. Yəni deyir, ora deyir, sığınan bir yer olacaq. Qale Qatədə və İkrimə məcməən, yəni yığılan bir yer olacaq ora. Və əmnən, əmnən kəlamına gəldikdə isə deyir ki, yəni mə'mənən yə'mənunə fihi min izə'il müşrikin fə innəhum mə kənu yətəarradun li əhli Məkkə. Həmçinin buyurur ki, yəni ora deyir, əminaman olacaq. Rəbbimiz nə deyir? Və iz cəalnəl beytə məsabətən linnəsi və əmnə. Yəni biz oranı həmçinin əminaman etdik. Yəni insanlar üçün müşriklərin əzabından, əziyyətindən uzaq dursunlar. Yəni müşriklərdən təmizlədik oranı. Fə innəhum kənu yetəarradunə li əhli Məkkə. Çünki onlar deyir, Məkkə əhlinə deyir, nə inərdilər? Yəni əziyyət verərdilər. Və yəqulunəhum əhlullah. Və deyərdilər ki, onlar Allahın deyir, nədir? Əhlidir. Güya Məkkə müşrikləri özlərinə deyərdilər ki, Allahın əhli, yəni bizik. Başqaları bura gələ bilməz. Kim gələrsə də əziyyət verirdilər. Və yetəarradunə limən həvləhu واتخذوا قرأ نافع وابن عامر بفتح الخاء على الخبر وقرأ الباقون بكسر الخاء على الأمر من مقام İbrahim musalla. Sonra Rabbimiz buyurur ki, İbrahim'in deyir məqamını namaz qılan bir yer edin. Yəni namaz qılan bir yer götürün. Və burada indi fikir veriniz qardaşlar. İbrahim məqamı deyildikdə, yəni bu ayədə İbrahim məqamı deyildikdə bu ayədə buyurur ki, İbn-i Yəmən Əl-məsacid kulləhu məqam İbrahim. Yəni təfsir alimlərindən deyənlər olub ki, məscidin bütünlüyünə özü hamısı İbrahimin məqamıdır. Və qalə İbrahimun Nəxai rahiməhullah tabinlərdən olub, deyir ki, Əl-haramu kulluhu məqam İbrahim. Deyir ki, haramın deyir, hər yeri İbrahimin məqamıdır. Yəni, məqam mənası ümumi şəkildə deyirlər bunlar. Yəni, bütün İbrahim əleyhissalamın olduğu yerlərdir. Və qilə əradə bi məqami İbrahim cəmi'i məşahidil həcc. Ona görə deyilib ki, deyir, yəni, İbrahimin məqamı deyilməsi burada bütün həccin müşahidə olunan yerləridir. Məsələn, deyir, oradan mislü Arafə və Muzdəlifə və sairil məşahid. Məsələn, Minə, aydındır. Yəni Arafadır, Muzdəlifədir, Minədir. Yəni həcc eləyəndə o yerlər ki, sən gəzirsən oraları 10 kilometr, 15, 20 kilometr və s. aralı Kəbədən, aydındır. O yerlər hamısı məşahiddir, hamısı məqam İbrahimdir. Yəni İbrahim əleyhissalam o yerləri hamısını gəzib, dolaşıb o yerləri. Və buyurur ki, vəs-sahih, yəni İbrahim əleyhissalamın məqamı isə hansı ki, Rəbbimiz əmr edir orada namaz qılmağı,
deyir, səhih olan qövl budur ki, İmam Bağov buyurur, enne maqam İbrahim huvel hacer ellezî fil mescid yusalli ileyhil e'imme. Deyir, o daşdır hansı ki, onun yanından insanlar neynirlər? İmamlar deyir, onun yanında durub namaz qılırlar. Yəni Kəbəyə üzərini tutaraq. O daş da düz evin yanındadır. İndi oranı şüşəyə alıblar. Yəni balaca bir şüşənin içərisindədir. İbrahimin məqamı. Yəni ayaq izlərinin yeri ki, hansı ki orada dayanıb. İsmail da neyniyərdi? Kəbənin üzərində idi. Yəni İbrahim Aleyhisselam ona daşları atırdı, o tuturdu və tikirdilər. O cürə nəyi? Onda o yer ki, hansı ki İbrahim Aleyhisselam orada durmuşdu, o yeri Allah Azze ve Celle neyniyib? Deyib ki, ora nədir? İbrahimin məqamıdır. Və əmr edir ki, Rəbbimiz Quran-ı Kərimdə o yerdə deyir namaz qılın. Yəni tavaf edib bitirdikdən sonra, tavafdan sonra, hansı ki 7 dəfə tavaf edirsən, ya ümrədə ya da həcdə, ondan sonra sünnədir ki, o yerdə, o məqamda neynəmək? Namaz qılmaq. Və sonra buyurur ki, وَذَٰلِكَ الْحَجَرُ الَّذ۪ي قَامَ عَلَيْهِ İbrahim عِنْدَ بِنَاءِ الْبَيْتِ. Yəni o daşdır ki, hansı ki onun üzərində İbrahim Aleyhisselam evi tikəndə neyləmişdi? Durmuşdu. Yəni o daşın üzərində durmuşdu. Və sonra Rabbimiz deyir ki, وَعَهِدْنَا ilə İbrahim və İsmail. Yəni biz deyir, İbrahimə və İsmailə əhd etdik, yəni onların ikisinə əmr etdik. Onlara tövsiyə etdik ki, ən tahira beyti, mənim evimi deyir, təmizləyin. Yəni Kəbəni. Allah Azze ve Celle özünə izafə eləyir evi. Nə deyir? Beyti. Yəni mənim evim. Yəni izafə etməsində Rəbbimiz nə inir? O evə nə verir? Yəni mənası nədir? Şərəf və məxsusluq bildirir. Yəni məxsusluq bildirir o yer özlüyündə və eləcə həmçinin fəzilət bildirir və şərəf bildirir. Yəni o yerin şərəfli olmasını bildirir ki, Allah Azze ve Celle onu özünə izafə edir. Deyir, mənim evim. Ey İbnəyahu alə taharəti və təvhid. Yəni onu təharətin və tövhidin üzərində bina edin. Yəni o yeri təmizləyin. Yəni şirkdən, küfürdən və hər bir şeydən insanları doğru çağıranda insanlara pak olmağı, təmiz olmağı, təharətli olmağı və tövhid əhli olmağı öyrədin. Yəni məna budur. Qalə Səid ibn Cübeyr və Ata tahirahu minəl əvthani və reybi və qavlə sur. Yəni həmçinin Səid ibn Cübeyr və Ata buyurur ki, Ata ibn Əbi Rabah deyirlər ki, oranı deyir, bütlərdən təmizləyin və şək şübhədən və pis sözlərdən. Çünki orada yəni müşriklər ibadət edəndə yəni pis sözlər, hətta elə vaxt olub ki, orada yəni tavaf eləyəndə lüt üryan tavaf eləyərdilər müşriklər oranı. Lüt üryan tavaf eləyirdilər Allahın evini. Subhanallah. Və ona görə də Rəbbimiz buyurur ki, İbrahim Aleyhisselamla İsmail Aleyhisselama ikisinə deyir ki, neyinin? Təmizliyin də oranı deyir. Yəni bu cürə pis şeylərdən. Lit-taifin. Kimlər üçün? Yəni tavaf edənlər üçün. Onun ətrafında. Vəl-akifin. Yəni akif sözü bizdə akif deyirlər. Akif sözü akif. Əl-muqimin, əl-mucavirin. Kimlər ki, onun ətrafında iqamə edirlər, yəni yaşayırlar. Gəlib ətrafında, Kəbənin ətrafında evlər tikirlər və yaşayırlar orada. İqamə edirlər. Həmçində onlar üçün təmizləyin. Və eləcə də həmçinin vər-rükki'is sucud. Yəni rükə edənlər və səcdə edənlər üçün. Qalə kəlbi və muqatil. Buyurur ki, kəlbi və muqatil ət-taifin humul qurabə vəl-akifin əhlü Məkkə. Həmçinin buyurmuşdu ki, kəlbi və muqatil. Yəni burada yəni tavaf edənlər onlar da kimlərdir? Qəriblərdir. Yəni uzaq ölkələrdən gələnlərdir. Hansı ki, onlar ki, gəlirlər Allahın evini ziyarət etməyə, ümrə etmək üçün və ya həcc etmək üçün, aydındır. Amma akifin isə onlar kimdir? Akif olanlar, yəni onlar orada əhli Məkkədir. Yəni Məkkə əhlidir. Hansılar ki, orada onlar neynirlər? Doğulublar, yaşayırlar, orada böyüyürlər. Və bu qədər əziz qardaşlarım, Allah subhanahu da bizə istifadə edən qulların etsin. Subhanəkə Allahum bihamdik. Və əşhədu ən la ilahə illə ənt. Və estəğfiruka və ətubu ileyk.